Hər birinizi xoş gördük. Bugündən etibarən məntiq məsələlərinə start verdik. Məntiq məsələləri magistraturaya və dövlət qulluğuna hazırlaşan tələbələr üçün çox vacib bölmələrdən biridir. Çoxlarına bu bölmə çətin gəlir, amma diqqətli olsalar və məsələdə verilənləri yerinə qoysalar, heç bir çətinlik olmayacaq. Mən buradan məntiq məsələlərinin 4-cü bölməsindən başlayıram izah verməyə. İzaha diqqətlə qulaq asın və heç bir çətinlik yoxdur. Biraz öncə dediyim kimi, məsələni oxuyaraq verilənləri yerinə qoymaq lazımdır. Yəni, bizdən nə istəyirsə, o verilənləri yerinə qoymaq lazımdır, sonra əlaqə qurmaq lazımdır. Ana ilə uşağının yaşları cəmi 40-dır. Buna görə 5 il sonra ana ilə uşaqların yaşları cəmi neçədir? Əvvəlcə nəyi bilməliyik? Yaş məsələsində ən vacib qaydalardan biri odur ki, yaşların illərə görə dəyişməsi bilmək lazımdır. Ana olduğuna görə A yazıram, uşaq olduğuna görə U yazıram. Ana ilə uşağın yaşları. Bizə bunu bilsəniz, çətinlik olmayacaq. Tutaq ki, ananın yaşı 20-dir, uşağın da yaşı 10-dur. Bunların indiki yaşları cəmi 30-dur. 5 il sonra bunların yaşları cəmi soruşanda, ananın yaşının üstünə 5 yaş gələcək, uşağın da yaşının üstünə 5 yaş gələcək. Yəni, 5 il sonra bunların yaşları cəmi dedikdə, hər ikisinin yaşına 5 yaş artdığında, bunların yaşları cəmi olacaq 40. Baxın, bircə dənə bunu yadda saxlasanız, yaş məsələlərində heç bir çətinlik çəkməzsiniz. Yəni, yaş artdıqca ananın yaşı da artır, uşağın da yaşı artır. Yəni, neçə il artmasına baxmayaraq, tutaq ki, 10 il yaş artırsa, ananın yaşı da 10 il artacaq, uşağın yaşı da 10 il artacaq. Bunu bildikdən sonra bu suala tətbiq etmək lazımdır. Ana ilə uşağının yaşları cəmi 40 deyir. Tutaq ki, anaya x yaş verdik, uşağa isə y yaş verdik. Bunların yaşlarının cəmi 40-dır. Yazdım, x plus y bərabərdir 40. Buna görə 5 il sonra ana ilə uşaqların yaşları cəmi neçədir? 5 il sonra ananın yaşı neçə olacaq? Təbii ki, yaşı nə idisə, üstünə 5 gələcək. Bəs uşağın yaşı neçə idi? Təbii ki, yaşı neçə idisə, üstünə 5 gələcək. Bunların x, y olanda yaşları 40 idi. Bəs 5 vahid bu artıb, 5 vahid də bu artıb. İndi neçə olacaq? Təbii ki, 10 vahid artacaq. Bunların yaşları cəmi 50 olacaq. Bu qədər sadə. Salam. Yaş məsələlərinin ikinci sualındayıq. Gülər doğulduğunda anası 28 yaşında idi. 10 il sonra Gülər ilə anasının yaşları cəmi 60 olacaq. Buna görə Gülərin bugünkü yaşı neçədir? Diqqətlə baxaq. Gülər doğulduğunda anası 28 yaşında idi. Təbii ki, doğulan bir uşaq yaşı 0 yaşında olacaq. Bu yazıram Gülər, bu yazıram anası. Gülər doğulduğunda 0 yaş olacaq. Anası həmən vaxt 28 yaşında idi. Yəni Gülər doğulan vaxtı anası 28 yaşında idi. 10 il sonra Gülər ilə anasının yaşları cəmi 60 olacaq. Baxın, diqqətlə qulaq asın. Əgər bu doğulduğunda 0 yaşı var idisə, anasının həmin vaxtı 28 yaşı var idisə, bəs indi bu dəqiqə Gülərin yaşı neçədir? Artım, yadda saxlayın ki, artım, azalım həmişə indiki yaşına uyğun aparılır. Keçmişdə və gələcəkdə yaşlar varsa, onlardan gələcəkdədirsə x çıxır, keçmişdədirsə üstünə x gəlirik. Yəni, indiki yaşını bilib, sonra 10 il artıra bilərik və yaxud da 10 il azada bilərik. İndiki yaşı ilə hər şeyi müqayisə eləmək lazımdır. Bunlar keçmişdə yaşı idi. Gülərin keçmişdə 0 yaşı var idi. Keçmişdə anasının da 28 yaşı var idi. Bəs indi bu dəqiqə neçə yaşları var? Təbii ki, indiki yaşını bilmirik deyə, hərəsinin üzərinə x gəlirəm. Yəni, x il ötüb. X il ötəndə, yəni neçə il ötüb ki, Gülərin indiki yaşı x yaş olub, anasının da yaşı 28 plus x olub. Mən indi Gülərin indiki yaşını bilirəm,
Ananın da indiki yaşını bilirəm. 10 il sonra Gülər ilə anasının yaşları cəmi 60 olacaq. İndiki yaşı biliriksə, 10 il sonra deyir. Təbii ki, 10 il bunda artacaq, 10 ildə bunda artacaq. 10 il sonra yaşları cəmi 60 olacaq. Yəni, bunların ikisinin də yaşları cəmi 60 olacaq. Toplayaq. 0 üstə x, x eləyir. X üstə gəl 10. Yazıram, x üstə gəl 10. Üstə gəlinsin 28. Üstə gəlinsin x. Üstə gəlinsin 10. Bərabərdir 60. Bu da x-i tapaq. 2x bərabərdir 10 üstə 28, 38, 38 üstə 10, 48. 60-dan 48 çıxıram 12. X-imiz də bərabərdir 12-ni də 2-yə bölürəm 6. X-imiz 6 imiş. Təbii ki, Gülərin indiki yaşı 6 imiş. Buna görə Gülərin bugünkü yaşı neçədir? Yəni, Gülərin yaşını soruşdur. Gülərin yaşı x olduğundan 6 yaş olacaq. Bu qədər. Salam. Yaş məsələlərinin 3-cü sualına baxırıq. 3-cü sualda Cəfər ilə Vəlinin yaşları cəmi 30-dur. Cəfər Vəli yaşda olarkən, bu yaşda olarkən sözünü harada görsəniz, bircə dənə cədvəl çəkin və qısa bir zamanda bu sualı həll etdiyinizi görəcəksiniz. Cədvəli bu şəkildə çəkirik. Bura indiki yaşı. Bu da sonraki yaşı. Sonra və yaxud əvvəl və yaxud da sonra belə. Burada çəkirəm. Yazıram burada Cəfər. Burada yazıram Vəli. Cəfər ilə Vəlinin yaşları cəmi 30-dur. Cəfər Vəli yaşda olarkən, Cəfərə mən x yazıram, Vəlinin yaşına da y yazıram. İkisinin də yaşlarını bilmirəm. Və yaşları cəmi yazıb ki, 30-dur. Mən də x plus y bərabər 30 yazdım. Çünki indiki Cəfərin yaşı x-dir, Vəlinin indiki yaşı y-dirsə, onları cəmlədim, 30-a bərabər elədim. Cəfər Vəli yaşda olarkən, nə vaxtsa Cəfər Vəli yaşda olanda, Vəlinin yaşı y-dir axı, nə vaxtsa Vəli yaşda olanda, Vəlinin yaşı, indikinin yarısı qədər idi. Yəni, y-in yarısı qədər idi. Cəfərin hazırda neçə yaşı var? Biz bilirik ki, bizim sonraki yaşımızdan əvvəlki yaşımızı çıxsaq, ortada qalan hissə artım və yaxud da azalım. Yəni, ilin artması və azalmasına gətirib çıxarır. Yəni, Cəfərin sonraki yaşından əvvəlki yaşını çıxsam, Vəlinin sonraki yaşından əvvəlki yaşını çıxsam, orada olan il aralıqları eyni olur. Yəni, ikisində də eyni olur. Yəni, 5 ildən sonra bunların yaşları cəmi nəyə bərabərdirsə, həmən o artım bunların fərqinə də gətirib çıxarır. Yəni, y-dən mən x çıxsam, sonrakindən əvvəlki, bərabər eləyə verəm, y bölünsün 2-dən y çıxacam. Bunlar bərabər olur. İndi bunu həll edək. Deməli, burada hər tərəf 2-yə vuraq, 2y minus 2x bərabərdir y minus 2y. Bunu keçirik bu tərəfə. Bunu buradan deməli keçirəndə. Bu əvvəlcə y-dən 2y çıxanda mənfi y gəlir. Bunu da buradan çıxardanda pluslaşacaq və eləyəcək 3y. 2x bərabərdir 3y. X da bərabərdir 3y bölünsün 2-yə. X-imizi tapdıq burada bu şəkildə qoyduq. Və x-imizi gətirib burada yerinə qoyuruq. Baxın, burada yerinə qoyuruq. Bu x-i götürüb gətirir burada x-in yerinə. 3y bölünsün 2, üstə gəl y, bərabərdir 30-a. Burada olur 5y bölünsün 2, bərabərdir 30-a. Y də bərabər olur. 30-dan 5 ixtisar getdi 6-ya, 2 altında 12. Y-imiz 12 imiş. Yəni, Vəlinin yaşı 12 imiş. Vəlinin yaşı 12 idisə, əgər mən y-in yerinə 12 yazsam, deməli, Cəfərin yaşını taparam 18. Bizdən soruşuq, Cəfərin hazırda neçə yaşı var? Təbii ki, 18. Görürsünüz?